Salam, hər vaxtınız xeyirli olsun değerli izleyiciler. Biz bugün 6. sınıf mövzusu olan dairənin sahəsi mövzusuna baxacağıq. Video keçməzdən və belə məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda sinifdə üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçəyin mövzunun izahına. Dairənin sahəsi. Sahədə biz indi dairənin sahəsi nədir? Təbii ki, bu dairənin sahə dediyimiz zaman bu tutduğu bu hissəni tapmamız lazım. Bu hissəni tapmaq üçün, burada baxın kitabımızda da qeyd olunub. Deyir ki, bizə verilən dairəni məsələn, müəyyən bir hissələrə bölürlər. Belə pizza dilimi kimi bölünür. Bu bölünən hissələr uzunluqlardır da. Deyir ki, baxın burada da qeyd olunub. Deyir ki, dairənin burada baxsaq uşaqlar deyir ki, bunu müəyyən bir hissələrə bölünür. Bu alınan bu fiqurları ardıcıl belə düzdüyümüz zaman eni pi r olan, uzunluğu isə baxın bu r-ə bərabər olan bir fiqur alınır. Deyək ki, düzbucaqlı. Yəni bu düzbucaqlının sahəsini tapmaq üçün nə etməliyik? Uzunluğunu n-ə vurmalıyıq. Məsələn, s-i tapmaq üçün pi r-i vurmalıyam r-ə. Onda nə alınır buradan? Pi r-in kvadratı. Yəni 2 dənə r olduğuna görə 2 ədədi bir-birinə vuranda üstünə kvadrat kimi qeyd edə bilirdik də. Aha, indi bu şəkildə bizim sahə düsturumuz alındı. Yəni radiusla verildiyi zaman pi r kvadrat. Yox, birdən diametrlə verilsə, təbii ki biz bilirik ki, radiusun yerinə d bölü 2 yaza bilərik. Onda s bərabərdir pi vurulsun d bölü 2'nin kvadratı. Onda nə olur buradan? Pi vurulsun d kvadratı bölünsün 4 olacaq. Yəni diametri verilirsə bu pi d kvadrat bölünsün 4 olacaq. Radiusla verildiyi zaman isə pi r-in kvadratı olacaq. İndi gəlin biz misalları yazmağa çalışalım. Misal nömrə 4-dən başlayalım. 4-ün A variantında bizə deyilir ki, nə deyilir bizə? Deyir ki, artıq burada diametri verir. Diametri 10'dur. Onda yazası s bərabərdir pi d kvadratı bölünsün 4'e, yəni indi bizdə pi'ni də 3/14 yazın deyir. 3/14 vurulsun d 10'un kvadratı. Bura 100 bölünsün 4'e. Bunu 100'e vurduğunuz zaman 314 bölünsün 4 olacaq. Aha, biz də buradan gəlin bunu böləyin. Kalkulatordan böləyin. İnşallah vaxtımız çox getməsin. 314'ü bölməli tam bölünməyəcək. 78/5 şəklini alacaq. Sonra məsələn B variantında artıq radius verilir. Bizə radius 3 olduğuna görə s bərabərdir pi r kvadratı, yəni 3/14 vurulsun 3'ün kvadratına. 3/14 vurulsun 9 olacaq. İndi gəlin burada da 3/14'ü 9'a vurduğumuz zaman 28/26 şəklini alacaq. C variantında da yenə s bərabərdir. Yenə pi r kvadratı yazırıq. Yəni 3/14 vurulsun 9'un kvadratı. Yəni 3/14 vurulsun 81 şəklində olacaq. 3/14 vurulsun 81. Bu da elədi 254/134 şəklini alacaq. D variantında məsələn baxın diametri 0.6 verib. Gəlin bunu böləyin. Radius tapanda nə olur? 0.3 olur. Gəlin belə hesablayın. S də bərabərdir pi r kvadratı. Belə də yaza bilərik. Yəni 3/14 vurulsun 0.3'ün kvadratı. Yəni 3/14 vurulsun 0.9'a. Aha, bu şəkildə olacaq. İndi vurduğumuz zaman burada gəlin bunu da kalkulatordan hesablayalım. 3/14 vurulsun 0.9. Bu da elədir 10.000'də 2826 şəklini alacaq. Y variantında da həmçinin yenə də s bərabərdir 3/14 vurulsun 1/5'in kvadratı. Yəni 3/14 vurulsun 2/25 şəklini alacaq. 3/14'ü 2/25'e vurduğumuz zaman 7/65 olacaq cavabımız. Sonra məsələn burada Arximed haqqında verilib. Deyir ki, qədim Babillilər dairənin sahəsini istifadə etməklə P ədədi 3'ün müxtəlif qiymətlər tapmışlar. Bu yaxın qiymət məsələn 8'də 25 daha da yaxındır. Bu şəkildə alıblar. Qədim Misirdə isə P ədədinin 3/10.000'də 1605'ə bərabər olduğunu hesab edirlər. Arximed daha dəqiq hesablamalar
əsasında pinin 3,71-də 10. Bu da 3,7-1 ədədindəndir ki, bundan böyük, bu ədədin kiçik olduğunu müəyyən etmişdir deyir. Yəni bu şəkildə və uşaqlar baxırsınız ki, eramızdan əvvəldən artıq bu pi ədədini bu şəkildə qeyd etməyə başlayıblar. İndi gəldik 5-ci suala. Burada da baxın uşaqlar çox maraqlıdır ki, rənglənmiş hissəni tapmaq üçün mən nə edə bilərəm? Birinci baxın uşaqlar, mən burada 5-ci sualda dairənin həm dairə var, həm kvadrat. Mən onda S kvadratın sahəsindən S dairənin sahəsini çıxsam o rəngli hissə alınır. Baxın uşaqlar, düz deyirəmmi? Rəngli hissə. Kvadratın sahəsi tərəf 8 isə onda nə olacaq? 8-in nəyi? Kvadratı olmalıdır. O da elədir 64. İndi mən dairənin radiusunu necə tapa bilərəm? Baxın, mən buradan belə bir şey çəksəm, baxın, burada 8 olmalıdır. Ümumi 8 olacaq. Hə, onda radiusumuz neçə olur? R bərabər 4 olacaq. Onda mənim düsturum nə olacaq? Pi R kvadrat, yəni 3,14 vurulsun 4-ün kvadratı. 3,14 vurulsun 16 şəklini alacaq. 3,14'ü də 16'ya vurduğumuz zaman cevabımız elədir 50,24. İndi biz burada nəsə yuvarlaşdırdıq. Yəni %1'lərə qədər yuvarlaşdırmam. Mən indi baxın 64'dən çıxmalıyam 50,24'ü. Bunu çıxdığım zaman baxaq görək 64'dən. Bu elədir 13,76. 13,76'nı da deyək ki %1'lərə qədər. %1'lər buradır. Bunda heç bir fərqi olmayacaq. Olduğu kimi qalacaq. B variantına baxsaq, B variantında da bizə bu halqanın, baxın buranın sayəsini tap deyirsə, baxın bu böyüyün diametri bizə verilib 20'dir. Onda böyüyün diametri 20'dirsə, radiusu 10 olacaq. Kiçiyinin radiusu isə 6. Onda mən S böyükdən S kiçiyə çıxsam nə olacaq? Həmən o rəngli hissə alınacaq. Rəngli hissə. Yəni pi böyük yerin kvadrat çıxılsın pi kiçik yerin kvadratına. Gəlin baxaq onda pi 3,14 vurulsun onun kvadratı 100 çıxılsın 3,14 vurulsun 6'ın kvadratı 36. 3,14'ləri gəlin çıxardaq mötərizə xaricinə. Buradan da 100 çıxılsın 36 olacaq. 3,14 vurulsun 64 şəklini alacaq. Gəlin biz bunu vurağın. 64'ü vurduq 3,14'ə 200,96 olur. Bu da %1'lərə qədər ulaşdırsa yenə də eyni ədəd alınacaq. İndi gəldik bura. Burada da yenə də düzbucaqlının sahəsini tapır. Yəni S dairənin sahəsindən dairədən S düzbucaqlının sahəsini çıxmalıyıq. S düzbucaqlının sahəsini rəngli alınacaq. İndi bizə düzbucaqlının sahəsini tapmışıq ama diametri 26. Onda radius neçədir? Radius 13'dür. Onda S bərabərdir pi 13,14 vurulsun 13'ün kvadratına. Belə bir ədəd alınacaq. Bu da 169'u vurmalıyıq 3,14'ə. Bu da elədir 530,66'ya. Bu şəkildə olacaq. Bəs dairənin bu düzbucaqlının sahəsini bəs necə taparıq? Təbii ki 240'ı vurmalıyıq, 24'ü vurmalıyıq ona. Bu da elədir 240. Sonra da 530,66'dan çıxmalıyıq 240'ı. Bunu da çıxdığımız zaman 240 o da elədir 290,66 şəklini alacaq. Gəldik sonra D variantına. D variantında da təbii ki birinci biz düzbucaqlı üçbucağın sahəsini tapırıq. Baxın düzbucaqlı üçbucaq sahəsini deyil, katetlərinin hasilinin yarısı. Neçə olacağımız 6. Sonra biz dairənin sahəsini tapanda da pi vurulsun R kvadrat. Yəni 3,14 vurulsun 1'in kvadratı. Bu da elədir 3,14. Yəni 6 çıxılsın 3,14'ə. Bu şəkildə. Bu da eləyəcək təbii 2,70 2,86 şəklini alacaq. Sonra gəldi 6-cı suala. Deyir ki bizə 6-cı sualda velosiped təkərinin radiusu 28 cm-dir. Təkər bir tam dövr deyiləndikdə nə qədər məsafə qət edər? Təbii ki biz burada uzunluğu tapmalıyıq. C bərabərdir
2 pi r'dir. Buradan da c beraber 2 vurulsun. 3 tam %14 vurulsun 28'e. Yani 56 vurulsun. 3 tam %14 olacak. 56'nı vursa 3 tam %14'e. Bu da eləyəcək cevabımız 175 tam %84 şeklini alacaq. İndi geldik 7. suala. Deyir ki diametri 4 metre olan, diametri 4 ise radiusumuz 2 olacak. Döşeme aşağı hissəsində, aşağı hissəsindeki nedir? Renkleme tabi 1 kvadrat metre bu kadar. İndi gelin biz oranın sahəsini tapmaya çalışalım. S bərabərdir pi r kvadratıdır. Onda 3 tam %14'ü vurmalıyıq. Nəyə? 4'e. 3 tam %14 4'e vursaq. Elədi bizdə 12 tam %56. Demək bunun sahəsi bu şəkildədir və bizə deyir ki 1 kvadrat metrinə tam %15 kilogram boya sərf olunur. Çardağın döşəməsini 2 dəfə rəngləməliyəm. 2 dəfə rəngləyirəmsə 0,15'i vurmalıyam 2'yə neçədir? 0,3'ə. Sonra mən 12 tam %56'ını vurmalıyam 0,3'ə. Bunu da vuraq 0,3'ə. Bu elədi cavabımız 3 tam 760 mində 768 elədi. Yəni bu qədər kilogram elədi. Bizə dedi ki 4 kilogram boya alınıbdı. Çatar mı? Bəli, çatar. Aha. Və deyir ki nə qədər artıq qalar deyir. Təbii ki biz bundan da 4'dən də çıxmalıyım. 3 tam 768'i çıxdığımız zaman da olacaq cavabımız 0 tam 232 kilogram şeklinde olacak. Yani bu artık qalan hissəmizdir. Geldi sonra 8. suala. Deyir ki dairenin yarısı yarım çevrə, yarım dairə olur. Usta yarım dairələrin etmişdir. Deyir ki uşaqlar baxın burada indi bunların sahələrini tapmalıyım. Təbii ki bu yarısıdırsa mən onda yazmalıyam ki baxın bura 5'te radiusumuz 5 onda pi r kvadratı böl 2 yazmalıyım da. Yani 3 tam %14 vurulsun 25 böl 2 olmalıdır cevabımız. Gelin burada 25'i vurduk 3 tam %14'e. Aha, böldük 2'ye. Bu da elədi 39 tam %25 şeklini alacak. Yani bu şekilde. Sonra bize deyir ki indi yine ben buranı tapmaq üçün yenə də bu böyüyündən, bu böyüyünün radiusu 3'dür. S bərabər onu yenə də pi r kvadratı bölü 2 yazmalıyım. Yani 3 tam %14 vurulsun 3'ün kvadratı bölü 2. Yani 3 tam %14 vur 9 bölü 2 şeklinde olacak. Buradan da gel hesaplayalım bunu. 3 tam %14'ü vurmalıyım 9'a. Bölməlik 2'ye. Bu elədi 14 tam %13. Bu belə. Bəs buranın sahəsi necə olacaq? Bu r'imiz olacaq. R olacaq 2. S de bərabərdir pi 3 tam %14 vurulsun 2'nin kvadratı bölünsün 2'ye. Bununla bunun biri gedər. Onda 3 tam %14 vurulsun 2'ye. Burası 8, 2, 6 tam %28 olacaq. Yani biz 14 tam %13'ten çıxmalıyıq 6 tam %28'i. Ona çıxdığımız zaman 6 tam %28'i bu da elədi 7 tam %85 şeklini alacaq. Mesela burada da artık ben buranın 3 olduğunu bilirəm. 3 dələ değil mi? 2'dirsə. Aha, biz buradan bu çevrenin S buradan bak. Burada bu yarım çevredir, bu da yarım. Buna bunu tam çevre kimi baxa bilər. Onda mən bunu pi r kvadratı yaza bilərəm. Yəni 3 tam %14 vurulsun 3'ün kvadratı şeklinde. Yani 3 tam %14 vurulsun 9 deyə bilərik. Bu da 36 6 yazaram. 3 yadda bura 2 27 28 28 tam %26 bu elədi. Bir də indi biz indi nə etməliyik? Bu böyüyünün sahəsini tapmağa. S düzbucaqlının sahəsi də 6 vur 10 olacaq. Bərabər 60'a. Sonra biz 60'dan da bunu 28 tam %26 nə etməliyik uşaqlar? Çıxmalıyıq ki bizə bu sahə qalsın. Aha, 28 tam %26'ını çıxdığımız zaman 31 tam %74 şeklini alacaq. Geldi sonra D variantına. D variantında da baxın mən yenə bax buna bir
Bu neçə hissə? 1, 2, 3, 4 hissədir. Deməli, bura 2, bura 2, bura 2, bura 2. Onda radiusumuz 2-dirsə, onda S bərabərdir pi r kvadratı yazsa, 3,14 vurulsun 2'nin kvadratı. Bunu tam götürürəm. Baxın uşaqlar, bununla bu bütöv götürürəm. Da 2'yə bölmürəm. Yəni 3,14 vurulsun 4 olacaq. Bura 6, bura 5. 12,56 olacaq. Yəni böyüyünün sahəsi, bax, diametri 8 isə radiusumuz R4 olacaq. Yəni S bərabərdir pi. 3,14 vurulsun 4'ün kvadratı bölünsün 2'yə. Bundan bunun birisi getsə, yəni baxın, burada 3,14 vurulsun 16 bölü 2'dir. Bunlar getdi 8. Yəni 3,14'ü nəyə vurmalıyıq biz? 8'ə vurmamız lazım. Bu da elədir 25,12 şəklini alacaq. Sonra biz nə etməliyik? Aha, biz bu 25,12'dən çıxmalıyıq 12,56-nı. Çıxırıq 12,56. 25,12'dən. Bu da elə 12,56 şəklini alacaq. Sonra gəldik biz nəyə? Bu sualda deyir ki, Gülsüm kompüterdə mərkəzləri bu düz xətt üzərində yerləşən 3 yarımçevrədən istifadə etməklə bu təsvirini çəkdi. Gülsüm təsvirin kənarlarını qırmızı rəngdə çəkdi. Qırmızı rəngdə çəkilən xətlərin ümumi uzunluğu nə qədərdir deyir. Biz məsələn, baxın, bu bir çevrədir, bu yarım çevrədir. Mən bu uzunluğunu tapa bilərəm. Necə taparam? Məsələn, bu hissənin, baxın, gəlin bura mən sizə fərqli rənglə göstərim, baxın. Belə rənglə. Məsələn, bura yarım çevrəni tapa bilərəm. Necə? Mənim radiusum olacaq 4. Onda C bərabərdir, yarısı olduğuna görə 2 pi r böl 2. Yəni pi r olacaq. 3 götür deyir. Baxın, pi'ni 3 götürün deyir. 3 vurulsun. Nə olacaq? 4. 3 vur 4. Neçə elədi? Bu 12 elədi. Bura 12. Bura 6 olduğuna görə baxın, indi radiusumuz 3'dür də. R'imiz 3'dürsə yenə də pi r götürməliyəm. Yəni 3 vurulsun 3 neçə elədi? 9. Bu da 9. İndi bir də mən bu böyüyünün, bax, buranın şeyini götürməm lazım, uzunluğu. O da bax, ümumi bura neçədir? 14. 14'ün yarısı neçə olur? 7. Deməli mənim radiusum nə olacaq? R 7 olacaq. Onda C bərabərdir pi vur R, yəni 3 vurulsun 7. Bura elədir 21. Nə oldu? 12 üstə gəlsin. 12 üstə gəldi. 9 üstə gəlsin 20. Burada neçə elədi cavabımız? 42 şəklini alacaq. Yəni bu şəkildə baxmamız lazım. Sonra Gülsüm çəkilən fiquru rənglədi. Rənglənmiş hissənin sahəsini tapın deyir. Rənglənmiş hissənin sahəsini tapmaq üçün, baxın, belə edəyində bir bura rənglənibdir. Buranın sahəsini tapmalıyam. Elə deyilmi? Baxın, gəlin belə bir şey edəyində buranın bu hissəni rəngləmək üçün nə etməliyəm mən? Rəngləmək üçün orada radiusumuz artıq 4'dür. Onda S bərabərdir pi r kvadratı bölünsün 2. Yarısı olacaq. Yəni 3 vurulsun 4'ün kvadratı bölünsün 2'yə. Bu da 3 vurulsun 16 bölü 2. Bu elədir 24. Bura 24'dür. Sonra mən buranı tapıram. Buranı çıxacam. Bu 4 olan. Sonra gəldim R bərabər 3 olanda S bərabərdir pi r kvadratı bölünsün 2 olacaq. Pi 3 vurulsun 3'ün kvadratı bölünsün 2 olacaq. Aha. Bu elədir 27 bölünsün 2. Bu elədir cavabımız 13,5. İndi bir də burada bu hissə var. Baxın, bu hissəni tapmalıyam. Bu böyüyünə də bunu çıxmalıyam. Buranın sahəsi 7 idi də, yəni radiusu 7 isə, yenə də pi r kvadratı bölünsün 2 olacaq. Yəni 3 vurulsun 7'nin kvadratı bölünsün 2'yə. Yəni 3 vurulsun 49 bölü 2 olacaq. Buradan da 49 vurulsun 3 böl 2 elədi bizdə 73,5. Sonra mən bu 73,5'dən çıxmalıyam 13,5. Bunun neçə cavabımız 60. Bura 60'dır. Buranın bayaq neçə tapdı? 24. 60 ilə də 24'ü topladığımız zaman cavabımız nə olacaq? 84 şəklini alacaq. Deməli, bu şəkil çox maraqlı bir sual idi. Ümid edirəm ki, sualı başa düşdünüz. Yəni bu şəkildə baxmamız lazım. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.